Bu videoda yerin öz oxu ətrafında hərəkəti və onun nəticələri mövzusunun testlərinə baxacağıq. Birinci sualda deyir ki, A və B məntəqələri üçün fərqli cəhəti müəyyən edin. Baxdıqda görürük ki, A və B məntəqələrinin hər ikisi ekvatordan cənubda yerləşir, 40 dərəcə cənub enliyində. Bunlar arasındakı fərqli cəhəti bizdən soruşur. Günəş şüalarının düşmə bucağı bərabərdir hər ikisində. Çünki hər ikisi eyni paraleldədir. Tutalım günəş 0-cı ekvatorda zenitdə olarsa, hər ikisinə günəş şüalarının düşmə bucağı 50 dərəcə olacaq. Çünki ekvatordan uzaqlıqları eynidir. Şimal qütbündən olan məsafə hər ikisində eynidir. Çünki şimal qütbündən hər ikisi 130 dərəcə məsafədə yerləşirlər. Ekvatordan olan məsafədə yenə hər ikisində eynidir. Hər ikisi arasında 40 dərəcə fərq var. Amma yerli vaxtları A və B arasında fərqlidir. Çünki fərqli meridianlarda yerləşdiklərinə görə yerli vaxtları da fərqli olacaq. Cənub qütbündən olan məsafələri də hər ikisində eynidir. Bizdən fərqli cəhəti soruşurdu. Cavabımız olur D variantı. Növbəti sual. Bütün saat qurşaqlarında yerləşən materik hansıdır? Bütün saat qurşaqlarında yerləşən materik əlbəttə ki, Antarktida materikidir. Bütün meridianlar kəsdiyinə görə Antarktida materiki bütün saat qurşaqlarında da yerləşir. 21 mart tarixində aralarındakı məsafənin bir neçə 100 kilometr olmasına baxmayaraq, iki müxtəlif şəhər arasında saat fərqinin olmamasının səbəbi biz bilirik ki, eyni meridian üzərində yerləşən məntəqələrdə, tutalım 50-ci şərq uzunluğunda yerləşən məntəqədə fərqli paralellərdə olsa belə 40 şimal enliyi və 20 cənub enliyi arasında məsafələrin çox olmağına, 100 kilometrlərlə olmağına baxmayaraq yerli vaxt fərqləri eyni olacaq. Çünki hər ikisi eyni meridian üzərində yerləşirlər. Burada da eyni meridian üzərində yerləşdiyinə görə Y variantı düzgün cavabımız olacaq. Növbəti sual. 16-cı saat qurşağı üçün qəbul edilən orta meridianı bizdən soruşur. 16-cı saat qurşağı biz bilirik ki, qərb yarımkürəsində yerləşir. Ümumilikdə 1-11-ci saat qurşaqları, bu ikisi daxil olmaqla şərq yarımkürəsində, 13-23-cü saat qurşaqları isə qərb yarımkürəsində yerləşirlər. 0-cı, 24-cü və 12-ci saat qurşaqları həm şərq, həm də qərb yarımkürəsində yerləşirlər. Burada 16-cı saat qurşağı qərb yarımkürəsində yerləşdiyinə görə, yəni 13 ilə 23 arasında yerləşdiyinə görə, biz burada qayda olaraq 24-dən verilmiş saat qurşağını, yəni 16-nı çıxacaq. Cavabımız 8. 8-i vuracaq. Yerin 1 saatda fırlanma müddətinə, yəni 15 dərəcəyə. 120 qərb yarımkürəsində olduğuna görə qərb uzunluğu. Cavabımız olur D variantı. Növbəti sual. 11-ci saat qurşağı üçün qəbul edilən orta meridian. İndicə dedim ki, 11-ci saat qurşağı 1-11 daxil olmaqla yerləşir şərq yarımkürəsində. Şərq yarımkürəsində yerləşən bir saat qurşağının orta meridianı tapılarkən sadəcə həmən saat qurşağının nömrəsi, yəni 11 vurulur. 1 saat ərzində fırlanma müddətinə, yəni 15 dərəcəyə edir 165. 165 şərq uzunluğu, çünki 11-ci saat qurşağı şərq yarımkürəsində yerləşir. Cavabımız olur A variantı. 13-cü saat qurşağı üçün qəbul edilən orta meridian 13 artıq qərb yarımkürəsinə düşür. 24-dən çıxırıq 13-ü, 11, 11-i vuracaq 15-ə. 1 saatda fırlanma müddətinə edəcək 165. 13-cü saat qurşağı qərb yarımkürəsinə düşdüyünə görə 165 qərb uzunluğu. Cavabımız olur D variantı. Növbəti sual. Hansı paralel üzərində 222 kilometr məsafə daha çox yerli vaxt fərqi yaradar? Biz bilirik ki, ekvatordan qütblərə doğru getdikcə meridianlar arası məsafə kiçilir, yəni sıxılır. Meridianlar bir-birinə daha yaxın yerləşir qütbə doğru getdikcə. Və qütbə yaxın ərazilərdə 222 kilometr
şərqə və yaxud da qərbə doğru getsək, daha çox meridian kəsərik. Ona görə də 222 kilometr qütbə yaxın ərazilərdə daha çox yerli vaxt fərqi yaradar. Ekvator boyu ərazilərdə isə daha az yerli vaxt fərqi yaradar. 7-ci sualda bizdən daha çox yerli vaxt deyirsə, şimal qütbünə ən yaxın olan paraleli, yəni 80 şimal enliyini götürəcəyik. 8-ci sualda isə 222 kilometrlik məsafə daha az yerli vaxt fərqi yaradar deyir. İndi burada tərsinə ekvatora daha yaxın və yaxud da ekvator varsa ekvatorun özünü götürəcəyik. Cavabımız olacaq D variantı. Yeni günün başlanğıc meridianı, biz bilirik ki, başlanğıc meridianı Greenwich meridianı götürülür. Ancaq yeni günün başlanğıcı isə 0-cı saat qurşağının əksi olan 12-ci saat qurşağı götürülür. Burada cavabımız olacaq C variantı. Yəni 180 dərəcəlik meridian 12-ci saat qurşağının orta meridianı olur. Ona görə də yeni sutkanın başlanğıcı 12-ci saat qurşağı olacaq. Cavabımız C. Növbəti sual. 22-ci saat qurşağı üçün qəbul edilən orta meridianı bizdən soruşur. 22-ci saat qurşağı 13-23 arasında yerləşir. Qərb yarımkürəsinə düşür. Qaydamız belə idi ki, 24-dən verilmiş saat qurşağını, yəni 22-ni çıxırıq. 2 vuracaq 15-ə edəcək 30. Qərbdə olduğuna görə qərb uzunluğu. Cavabımız olur E variantı. Cədvəldə müxtəlif məntəqələrin coğrafi koordinatları verilmişdir. Bu cədvələ əsasən 21 martda Bakı ilə ən az yerli vaxt fərqinə malik olan məntəqələri müəyyən edin. Burada biz Bakıya ən yaxın meridianları götürməliyik. Baxaq burada. Birinci variantda deyir 40-46 cənub enlikləri, 35-38 qərb uzunluqları. Bu daha çox yerli vaxt fərq edir. 40-46 şimal enlikləri, 38-42 şərq uzunluqları. Bu nisbətən az olacaq. Bunu götürmək olar. 43-45 şimal enlikləri, 52-55 şərq uzunluqları. Bu Bakıya daha yaxındır. Bakı 50 şərq uzunluğundadır. Bu 52-55 şərq uzunluqlarıdır. Ən yaxın elə bu olacaq. 38-42 cənub enliyi, 45-50 qərb uzunluğu daha uzun olar. Çünki aralarında Bakı 50 şərq uzunluğunda, bu məntəqə 50 qərb uzunluğundadır. 45-50 qərb uzunluqlar aralarında daha çox meridianal dərəcə fərq edər, daha çox yerli vaxt fərq edər. 50-52 şimal enlikləri, 52-55 qərb uzunluqları həmçinin daha çox yerli vaxt fərqi yaradar. Bizdən daha azını soruşur. Bakıya ən yaxın meridianları götürəcəyik. İkinci və üçüncü məntəqə. Cavabımız olacaq C variantı. Yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz oxu ətrafında neçə dərəcə dönür? Biz bilirik ki, yer kürəsi 1 saata 15 dərəcə fırlanır. 1 dərəcə fırlanması üçün 4 dəqiqə vaxt fərqi lazımdır. Qayda belədir ki, verilmiş saatı dərəcəyə çevirərkən saatı vururuq 15-ə, dəqiqəni bölürük 4-ə. Dərəcə fərqini tapmaq üçün və bunları toplayırıq. Burada 2 saat 40 dəqiqədir. 2 saatı 15-ə vuranda 30. 40-ı 4-ə bölürdükdə 10. Toplayırıq bunları, edir 40 dərəcə. Deməli, yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz ox ətrafında 40 dərəcə dönəcək. Növbəti sual. 0-cı və 24-cü saat qurşaqlarının orta meridianları arasındakı vaxt fərqi. Saat qurşaqları qərbdən şərqə doğru artır. Greenwichdən başlayır, şərqə doğru artır. 1, 2, 3, 4. Sonda gəlir yenə Greenwichdə 24-cü saat qurşağı bitir. 0-cı həm də 24-cü saat qurşağının orta meridianı başlanğıc meridianı, yəni 0-cı meridian götürülür. Şərqə doğru saat qurşaqlarının nömrəsi artır. 1, 2, 3. Sonda gəlib yenə
0-cı və yaxud da 24-cü saat qurşağında bitir. Ona görə də 0-cı və 24-cü saat qurşaqları eyni meridian olduqlarına görə aralarındakı vaxt fərqi 0 saat olacaq. Yəni fərq olmayacaq. Cavabımız olacaq B variantı. Növbəti sual. Ölkə ərazisinin qərbdən şərqə doğru böyük məsafədə uzanması səbəb olar daha çox meridianla kəsişməsinə və bu da daha çox ölkə daxilində saat qurşaqlarının olmasına. Məsəl üçün, Rusiya şərqdən qərbə daha çox uzanır və daha çox meridianla kəsişir. Buna görə də Rusiya daxilində daha çox saat qurşağının olmasına səbəb olur. Burada cavabımız olacaq A variantı. Növbəti sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 6-cı saat qurşağı və 18-ci saat qurşağı. Greenwich ilə qurşaq vaxt fərqi 6 saatdır. 6-cı saat qurşağının orta meridianı. Buradan qeyd edim onu. 6-cı saat qurşağının orta meridianı olur 90 şərq uzunluğu. Çünki vururuq 15-ə. Greenwich 0-dadır. 18-ci saat qurşağının orta meridianı 90 qərb uzunluğu olacaq. 24-dən çıxdım 18-i, vurdum 15-ə, 90 qərb uzunluğu. Aralarında dərəcə fərqi olduğuna görə, eyni olduğuna görə, vaxt fərqi də eyni olacaq. Bu, hər ikisinin ortaq cəhətidir. Biri yazırıq 3-ə. Yazın burada. Orta meridianı 90 şərq uzunluğuna uyğun gəlir. 6-cı saat qurşağı. 2-ni bura yazıram. Yeni sutkanı Greenwich meridianına görə daha gec qarşılayır. Biz bilirik ki, Günəş yer kürəsini şərqdən qərbə doğru işıqlandırır və şərqdə olan məntəqə vaxta görə qərbdəkindən daha irəlidir. Və Greenwich 90 qərb uzunluğundan daha şərqdə olduğuna görə vaxta görə irəli, 90 qərb uzunluğu isə Greenwich'dən daha geri olacaq. Və yeni sutkanı Greenwich meridianına görə daha gec qarşılayır deyirsə, bu 18-ci saat qurşağı olacaq. Bunu yazıram 2-yə. 3 yarımkürədə yerləşir. Həm 90 şərq uzunluğu, həm də 90 qərb uzunluğu 3 yarımkürədə yerləşdiyinə görə bu hər ikisinin ortaq cəhətidir. Qurşaq vaxtı Bakının qurşaq vaxtından 3 saat irəlidir, deyir. Qurşaq vaxtı Bakının qurşaq vaxtından, yəni Bakının qurşaq vaxtı, Bakı yerləşir 50 şərq uzunluğunda. 3-cü saat qurşağında yerləşir Bakı. 3-cü saat qurşağının orta meridianı 45 şərq uzunluğudur. İrəlidir deyirsə, biz 45 şərq uzunluğundan şərqə doğru getməliyik. 3 saat deyirsə, 3 saatı dərəcəyə çevirsəm, vuraram 15-ə, edər 45. 45 şərq uzunluğundan 45 dərəcə şərqə getsəm, 90 şərq uzunluğuna çataram. Və qurşaq vaxtı Bakının qurşaq vaxtından 3 saat irəlidirsə, bu 6-cı saat qurşaq olacaq. 5-i yazıram 1-ə. ABŞ və Kanada ərazisini kəsən isə 18-ci saat qurşağı olacaq. Bunu da yazıram 2-yə. Deməli 1-ə 2, 5, 2-yə 3, 6, 3-ə isə 1 və 4. Cavabımız olacaq C variantı. A və B məntəqələr arasında qurşaq vaxt fərqini soruşur bizdən. Qurşaq vaxt fərqini tapmaq üçün ilk növbədə yerləşdikləri məntəqələrin saat qurşaqlarının A-nın və B-nin yerləşdiyi saat qurşağını tapmalıyıq. Həmən saat qurşağının orta meridianını tapıb, dərəcə fərqinə əsasən saat qurşağını tapmalıyıq. Bunun sadə yolu isə həm A-ya, həm də B-yə ən yaxın 15-ə tam bölünən ədədi götürsək, biz yerləşdikləri saat qurşağının orta meridianını taparıq. A 63 şərq uzunluğundadır. A-ya ən yaxın 15-ə tam bölünən ədəd 60-dır. 60 şərq uzunluğu. B isə 45 qərb uzunluğundadır. Ona ən yaxın 15-ə tam bölünən ədəd isə elə 45 qərb uzunluğunun özüdür. Fərqli yarımkürələrdə olduqlarına görə bunları toplayırıq. Edir 105 dərəcə.
105 dərəcəni də saata çevirsək, 105-i bölərik 15-ə, yəni 1 saatda fırlanma dərəcəsinə. Edəcək 7 saat. Cavabımız olur C variantı. Yerli vaxt fərqi 120 dəqiqə olan A və B məntəqələri arasındakı məsafəni kilometr ilə müəyyən edin. İlk əvvəl 120 dəqiqəni çevirərək saata bölərik 60-a. Yəni 1 saatda 60 dəqiqə var. Edir 2. 2 saat vaxt fərqi var. Biz bunu dərəcəyə çevirmək üçün, bayaq da qeyd etmişdim, saatı vururuq 15-ə dərəcəyə çevirmək üçün. Edəcək 30 dərəcə. Deməli, A və B məntəqələri arasında 30 dərəcə fərq var. Hər ikisi ekvator üzərində yerləşir. Məsafəyə çevirdikdə ekvatorda 1 dərəcəlik qövsün uzunluğu 111 olduğuna görə 30-u vururam 111-ə. Edəcək 3330. Cavabımız E variantı. Növbəti sual. A və B məntəqələri arasında yerli vaxt fərqini müəyyən edin. Hər ikisinin yerləşdiyi meridiana biz baxmalıyıq. A 95 şərq uzunluğunda, B isə 45 şərq uzunluğundadır. Aralarındakı meridianal boyu məsafəni biz tapsaq, bu edir 50 dərəcə. 50 dərəcəni biz adi tənasüb qursaq, biz bayaq yuxarıda qeyd etmişdim. 1 dərəcə fırlanması üçün 4 dəqiqə vaxt lazımdır. Bəs 50 dərəcəni neçə dəqiqəyə dönər? 50-yə x. Buradan x-i tapsam 200 dəqiqə edər. 200 dəqiqəmdə biz bilirik ki 3 saat 20 dəqiqə edir. Cavabımız olur B variantı. Növbəti sual. ABC məntəqələri müvafiq olaraq hansı saat qurşaqlarında yerləşir? Hər hansı bir məntəqənin yerləşdiyi saat qurşağı tapılarkən, əgər məntəqə şərqdədirsə, verilmiş saat qurşağını bölürük 15-ə. Əgər aldığımız cavabda qalıq varsa və 7.5-dən böyükdürsə, üzərinə 1 əlavə edirik. 7.5-dən kiçikdirsə, heç nə əlavə etmirik. Burada C məntəqəsinə ilk əvvəl baxaq. C məntəqəsi şərq yarımkürəsindədir, 45-ci meridianda. 45-i şərqdə olduğuna görə bölürəm 15-ə, edir 3. Qalıq qalmadı. Deməli, C 3-cü saat qurşağında yerləşir. Qərbdə yerləşən bir məntəqənin yerləşdiyi saat qurşağını tapmaq üçün verilən meridianı 15-ə bölürük, yenə eyni qayda. Yəni, B-nin yerləşdiyi 35-i bölərəm 15-ə, 2-yi, qalıq 5. 7.5-dən kiçik olduğuna görə üzərinə heç nə əlavə etmirəm. Və qərb yarımkürəsində olduğuna görə 24-dən ümumi saat qurşaqlarının nömrəsindən 2-ni çıxacam. Edəcək B məntəqəsi 22-ci saat qurşağı. A məntəqəsi isə burada 75 qərb uzunluğundadır. Baxın, Greenwich'dən qərbdədir. Yenə A-nı tapmaq üçün 75-i bölərəm 15-ə. Edəcək 5. Qalıq qalmadı. Qərbdə olduğuna görə 24-dən 5-i çıxıram. Edir A məntəqəsi 19-cu saat qurşağı. A 19, B 22, C 3-cü saat qurşağı. Cavabımız olur D variantı. Növbəti sual 20-ci sualdır. Baxın, ekvator üzərində 60 şərq uzunluğunda yerləşən A məntəqəsində yerli vaxtla saat 13:00-dır. Həmən məntəqədən 9990 km şərqdə yerləşən B məntəqəsində yerli vaxtı müəyyən edin. Hər ikisi ekvator üzərindədir. Baxın, buradan çəkirəm. Biri 60 şərq uzunluğunda. Saat neçədir? 13:00. Günorta saat 1. A məntəqəsindən 9990 km şərqdə yerləşirsə, bu istiqamətdə gələcəyik. Neçə kilometr? 9990.
Dərəcəyə çevirmək üçün ekvatorda 1 dərəcə haqqı ölçünün uzunluğu biz bilirik ki 111 kilometrdir. 9990'ı bölsək 111'ə edəcək 90 dərəcə. Deməli, məntəqə 60 şərq uzunluğundan 90 dərəcə şərqdə yerləşir. Yəni 150 şərq uzunluğunda. İndi bunlar arasındakı vaxt fərqini tapıb, sonra 150 şərq uzunluğundakı vaxtı tapmalıyıq. Aralarında 90 dərəcə fərq varsa, 90'ı bölərəm 1 saatda fırlanma müddətinə, yəni 15'ə. Edəcək 6. Deməli, aralarında 6 saat vaxt fərqi var. Bakıda saat 60 şərq uzunluğunda, üzr istəyirəm, 60 şərq uzunluğunda saat 13:00-dırsa, 150 şərq uzunluğunda ondan 6 saat irəli olacaq. Çünki şərqdəki məntəqə qərbdəkindən irəlidir. 60 şərq uzunluğunda 13:00-dırsa, həmən məntəqədə olacaq 19:00. Üzərinə 6 gəldikdə edir 19:00. Cavabımız olur E variantı. Növbəti sual 21. Bakıda yerli vaxtla saat 20:12'dir. Digər şəhərdə isə saat 14:00'dır. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Gəlin baxaq. Bakıda 20:02 həmən məntəqədə 14:00'dırsa, deməli həmin məntəqə verilmiş Bakıdan qərbdədir. Çünki vaxta görə Bakıdan geri verilib burada. Buradan Bakını çəkim, 50 şərq uzunluğu. Bu məntəqə Greenwich burada, deməli qərbə doğru gəlməliyəm mən. Çünki vaxta görə irəlidir. Bakıda 20:02 20:12 həmən məntəqədə bir X məntəqəsi olsun. 14:00'dur. Günorta saat 2. İlk növbədə bunlar arasındakı vaxt fərqini tapsam, 20:12'dən 14:00 çıxsam, edir 6 saat 12 dəqiqə. Biz bunu dərəcəyə çevirmək üçün saatı vururam 15'ə, edir 90. Dəqiqəni bölsəm 4'ə edəcək 3. Üstünə gəlirəm 3. Edir 93 dərəcə. Bakıda arasında 93 dərəcə uzunluq fərqi var. Deməli, burada biz 50 şərq uzunluğundan 93 dərəcə qərbə doğru getməliyəm. 93 dərəcə qərbə getsəm, Greenwich'i də keçib 43 qərb uzunluğuna çataram. Cavabımız olur A variantı. Növbəti sual. Kiyev şəhəri 50 şimal enliyi 30 şərq uzunluğunda yerləşir. Kiyevdə yerli vaxtla saat səhər 7'dir. Bu vaxt Londonda yerli vaxtla saatı müəyyən edin. Biz bilirik ki, London Greenwich meridianı üzərində yerləşir. Kiyev isə 30 şərq uzunluğunda. London Greenwich üzərində. Aralarında dərəcə fərqi neçə? 30 dərəcədir. 30 dərəcəni mən saata çevirsəm, bölərəm 15'ə. 30'u 15'ə böldükdə edir 2. Deməli, aralarında 2 saat vaxt fərqi var. London Kiyevdən qərbdə olduğuna görə 2 saat geri olacaq. Kiyevdə saat 7'dirsə, Londonda saat səhər 5 olacaq. Cavabımız D variantı. 23-cü sual. Meridian istiqamətdə şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdir. Bu müddət ərzində yer kürəsi öz ox ətrafında neçə dərəcə dönmüşdür? Sadə bir sualdır. Biz bilirik ki, 1 saata yer kürəsi 1 saata 15 dərəcə fırlanır. Sadə tənasüb 7 saata x. Buradan x-i tapsam edir 105. Deməli, yer kürəsi həmən müddət ərzində 105 dərəcə dönəcək. Cavabımız olacaq B variantı. A məntəqəsi 6-cı saat qurşağının orta meridianından 6 dərəcə qərbdə yerləşərsə, məntəqənin coğrafi uzunluğunu müəyyən edin. İlk növbədə biz burada 6-cı saat qurşağının orta meridianını tapmalıyıq. Şərqdə olduğuna görə 1-11 arasında yerləşdiyinə görə 6-cı saat qurşağının orta meridianı tapılarkən 6 sadəcə vurulur 15'ə. Şərqdə olduğuna görə 90 şərq uzunluğu. 90 şərq uzunluğunu buradan çəksəm,
Həmən məntəqə 6 dərəcə qərbdə deyirsə, Greenwichə doğru gəlməliyəm. 6 dərəcə edəcək 84 şərq uzunluğu. Cavabımız olur C variantı. Növbəti sual. 170 şərq uzunluğunda yerləşən A məntəqəsində 13 fevral saat 16:00-dır. 170 qərb uzunluğunda yerləşən B məntəqəsində bu zaman hansı gün və saat neçə olar? Biz ilk növbədə biri şərq, biri qərbdə olduğuna görə bəzən çox tələbələr, abituriyentlər bunu toplayırlar. 170 üstünə gəlirlər 170-i 340. Burada daha qısa yolla getsək 180 ilə getməliyik. Biz burada 180 da həm şərq, həm qərb yarımkürəsinə bölür yer kürəsini. 170 şərq burada, 170 qərb burada. Aralarında 20 dərəcə fərq var. 20 dərəcəni saata çevirsəm 15-ə bölürəm 1 saat 15 5 dərəcə qalır. 5 dərəcənin fırlanması üçün də neçə dəqiqə? 20 dəqiqə vaxt lazımdır. Deməli aralarında 1 saat 20 dəqiqə vaxt fərqi var. 170 qərb uzunluğu 170 şərq uzunluğundan şərqdə olduğuna görə 1 saat 20 dəqiqə geridir. Ancaq qərb yarımkürəsində yerləşdiyinə görə bir gün geri olacaq. Deməli A məntəqəsində 170 şərq uzunluğu 13 fevral saat 16-dır. 170 qərb uzunluğu vaxta görə irəli, ancaq gün sayımı baxımından bir gün geri olacaq. 16-nın üzərinə 1 saat 20 dəqiqə gəldikdə edir 17-20. Ancaq bir gün geri hesablandığına görə artıq orada yeni gün hələ başlamayıb. Çünki 180-cı meridiandan götürülür yeni gün. Olacaq 13 fevral yox, artıq 12 fevral. Cavabımız olur C variantı. Növbəti sual. Xarici ölkədə səfərdə olan dostunuz sizə zəng vurarkən orada yerli vaxtın saat 14:30 olduğunu söylədi. Həmən vaxt Bakıda 22:50-dir. Dostunuzun olduğu coğrafi uzunluğu müəyyən edin. Deməli, vaxta görə geridirsə, artıq bu Bakıdan qərbdə olan bir məntəqədir. Biz birbaşa şərqdəkiləri silirik. Çünki Bakıda 22:50-dir. Dostumuzun olduğu yerdə isə 14:30. Vaxta görə bizdən geridirsə, bizdən qərbdə olacaq. Şərq yarımkürə şərqdə olduqlarını silirik. 80 şərq və 125 şərqi silirik. Və sonra Bakı 50 şərq uzunluğunda yerləşir. Buradan çəkirəm 50 şərq. 14:30. Üzürlü sayın 22:50. Bakıda 22:50-dir. 22:50. Bu məntəqəni bilmirik, hansı məntəqə olduğunu. Vaxtın olduğunu bilirik, 14:30. İndi biz bunlar arasındakı saat fərqini tapmalıyıq. 22:50-dən 14:30 çıxdıqda qalır 8 saat 20 dəqiqə. Aralarındakı vaxt fərqi 8 saat 20 dəqiqədir. Bunu dərəcəyə çevirdikdə 8 saatı vururuq 15-ə, dəqiqəni bölürük 4-ə. 8-i 15-ə vurduqda 120, dəqiqəni 4-ə böldükdə edir 5. Aralarında deməli 125 dərəcə fərq var. 50 şərq uzunluğundan qərbə doğru 125 dərəcə getsəm, burada Greenwich var. 50-dən 125-i çıxırıq, -75. Bakı şərqdə olduğuna görə bu olacaq qərbdə. Yəni 75 qərb uzunluğu. Cavabımız olur D variantı. 27. Bir-birindən 4440 kilometr məsafədə yerləşən A və B məntəqələr arasında neçə dəqiqə zaman fərqi olduğunu müəyyən edin. İlk növbədə biz bunlar arasındakı dərəcə fərqini tapmalıyıq. Baxırıq ki, hər ikisi ekvator üzərindədir və aralarında 4440 kilometr fərq var.
Bunu biz dərəcə fərqinə çevirsək, 1 dərəcə ölçünün uzunluğuna, yəni 111-ə bölərik, edəcək 40 dərəcə. Deməli, A və B arasında 40 dərəcə fərq var. Biz dərəcəni saata çevirsək, adi tənasib qursaq, 1 dərəcəni 4 dəqiqəyə fırlanırsa, 40 dərəcəni x. Buradan x-i tapsam, edir 160 dəqiqə. Bunu saata çevirsəm, edir 2 saat 40 dəqiqə. Və bizdən zaman fərqini dəqiqə ilə soruşur. Heç saata çevirməyə ehtiyac yoxdur. Edir 160 dəqiqə. Cavabımız olur D variantı. 28-ci sual. Bakıdan 270 azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 6 saat 52 dəqiqə olan məntəqənin saat qurşağını müəyyən edin. Bakıdan 270 deyirsə, deməli Bakıdan qərbdədir bu məntəqə. Baxın, buradan qeyd edirəm. Bakı 50 şərqdə. Buradan qərbə doğru mən getməliyəm. Hər hansı bir x məntəqəsi var. Aralarında 6 saat 52 dəqiqə vaxt fərqi var. Mən bunu dərəcəyə çevirsəm, saatı vururam 15-ə 90. Üstünə gəlirəm. 52-ni 4-ə böldükdə 13. Edir 103. Deməli, Bakıdan 103 dərəcə qərbdədir bu məntəqə. 50-dən 103-ü çıxdıqda qalır -53. Bakı şərqdə olduğuna görə bu olur 53 qərb uzunluğu. Buradan yazdım. Məntəqəmiz tapdım 53 qərb uzunluğu. İndi biz 53 qərb uzunluğunun neçənci saat qurşağında olduğunu tapmalıyıq. Hər hansı bir məntəqənin yerləşdiyi saat qurşağını tapanda 53-ü bölürəm 15-ə. 3, 45. Qalıq 8. 7 onda 5-dən böyük olduğuna görə üzərinə 1 əlavə edirəm. 4. Qərb yarım kürəsində olduğuna görə 24-dən 4-ü çıxıram. Cavabımız olur C variantı. 29. Bakıda yerli vaxtla saat 7-dir. Ondan 2989 kilometr şərqdə yerləşən məntəqədə yerli vaxtla saatı müəyyən edin. İlk növbədə biz kilometrə əsasən burada dərəcə fərqini tapmalıyıq. Gəlin dərəcə fərqini tapaq. Bakı və bu məntəqə 40-cı paraleldə yerləşdiyinə görə aralarındakı məsafəni, yəni 2989-u böləcəm 85.4-ə. Niyə? Çünki hər ikisi 40-cı paraleldə yerləşir. 40-cı paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85.4-dür. O da edir 35 dərəcə. Deməli, aralarında 35 dərəcə fərq var. Buradan çəksəm 50 şərq uzunluğundadır Bakı. Şərqdədirsə şərqə doğru gedəcəm. 35 dərəcədək 85 şərq uzunluğu. 35 dərəcə fərqi biz dərəcəyə vaxta çevirsək, 35-i saata çevirmək üçün 35-i bölürəm 15-ə, yəni 1 saatda fırlanmasına 2 saat 35 dərəcə qalır. 5 dərəcəni də dəqiqəyə çevirsəm edir 20 dəqiqə. Deməli, aralarında 2 saat 20 dəqiqə vaxt fərqi var. Bakıda 7-dirsə, bu məntəqə Bakıdan şərqdədirsə, vaxta görə 2 saat 20 dəqiqə irəli olacaq. 7-nin üzərinə 2 saat 20 dəqiqə gəldikdə edir 09:20 C variantı. 30-cu sual. Bakıda yerli vaxtla saat 18:32-dir. Yəni, axşam saat 18:32, 7-yə qalıb 28 dəqiqə. Digər şəhərdə isə artıq 11:00-dur. Deməli, məntəqə Bakıdan qərbdədir. Çünki vaxta görə geridir artıq bizdən. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Buradan Bakını qeyd edirəm. 50 şərq uzunluğu yenə. Bakıda saat 18:32. Buradan qeyd edirəm. Hər hansı bir məntəqə X məntəqəsində saat 11-dir. Bunlar arasındakı vaxt fərqini mən tapsam, edəcək, deməli 7 saat
32 dəqiqə. Aralarındakı vaxt fərqi 7 saat 32 dəqiqədir. Sadə qayda yenə saatı dəqiqəni dərəcəyə çevirdikdə saatı vururdum 15-ə, edir 105. Üzərinə gəlirəm, dəqiqəni bölürəm 4-ə, edir 8. 113. Aralarında 113 dərəcə uzunluq fərqi var. Deməli, Bakıdan 113 dərəcə qərbə getsəm, 50-dən çıxaram 113-ü, edir -63. Bakı şərqdə olduğuna görə bura olur 63 qərb uzunluğu. Cavabımız olacaq B variantı.